Dostlar, İnnovator podkastının növbəti verilişinə xoş gəlmisiniz. Bugün bizim maraqlı qonağımız var, iqtisadçı ekspert Fərhad Pərvizi. Fərhad bəy, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Fərhad bəy, ilk öncə olaraq bizim izləyicilərə özünüzü qismən təqdim edin ki, ümumiyyətlə iqtisadçı necə olmusunuz? Ümumiyyətlə doğuluşdan, uşaqlıqdan pulla marağınız olubmu və s. ona görə bura gəlmisiniz, yoxsa necə? Sovet hökumətində böyüyən bir uşaq kimi əlbəttə ki, həmin o qıtlığı görmüşəm. Növbələrdə hələ talonlarla ət üçün, çörək üçün, yağ üçün durmağımı belə xatırladıram. Yəni bu qədər qocayam əslində. Və bu post-Sovet hökumətindəki periodda nə vaxt ki bizə planlaşdırılmış iqtisadiyyat vardı, hamı bərabəridir, amma hamı bərabər kasıb idi. Düşünürəm, normaldır ki, həmin dövrlərdə böyüyən uşaq varlanmaq istəyir. Çünki onun ən böyük daxili güvənsizliyi pulun olmamasıdır. Və buna görə mən 15 yaşımdan işləməyə başlamışam, özəl sektorda işləməyə başlamışam, biznesdə çalışmağa başlamışam. 25 yaşında artıq hər şeyi almışdım, maşınım, evim, hər şeyim var idi. Allah şükür ki, bu Azərbaycanın azad bazar kapitalizmi irələnməsi mənim üçün və mənim nəslimdə olan bir çox cavanlar üçün çox yaxşı və faydalı oldu öz-özlüyündə. Əlbəttə ki, uyğunlaşmayan insanlar da var. Valideynlərimiz üçün, nənələrimiz üçün, babalarımız üçün daha çətindir bu period. Çünki onların bütün yığdıqları sərmayələr, yığımlar hamısı müflis oldu, təəssüflər olsun. Bəli. İqtisadiyyata marağım mənim 2006-cı ildən başladı. Mən o vaxtları aspiranturaya daxil oldum. İqtisadiyyat üzrə PhD deyir də, fəlsəfə doktorunu müdafiə etmək istəyirdim. 3 il əziyyət çəkdim, iş yazdım, hansı ki bizdə o vaxtlara ipoteka fondu təzəlikcə yaranırdı və klassik olaraq o dövrdəki bütün iqtisadi analizlər onun üzərində gedirdi ki, biz qərbdən nə öyrənə bilərik və onu necə Azərbaycanda tətbiq edə bilərik. Mən də klassik olaraq o istiqamətdə getdim, ABŞ-nin ipoteka sistemini öyrəndim və onun Azərbaycanda tətbiqi üzərində fokuslaşdım. 3 il ərzində onlarla məqaləm çıxdı, kitabım çıxdı. Lakin 2009-cu ildə kimsə xatırlamırsa o vaxtları böyük bir böhran baş verdi, maliyyə böhranı baş verdi. Bu maliyyə böhranının səbəbkarı ABŞ-nin ipoteka sistemi oldu. Və məndə orada sual yarandı ki, niyə görə 3 il ərzində heç kim görməyibdi bunu? Nə Azərbaycanda, nə xaricdə, nə mənim elmi rəhbərim, nə lisenziya verən digər hörmətli iqtisadçılar. Niyə görə bu barədə mən heç kim deməyibdi ki, belə bir problem var? Bundan anladım ki, mən düşünürəm, biz həddən çox iqtisadi alətləri öyrənirik və çox az miqdarda iqtisadi fəlsəfəni anlayırıq. Çünki əgər siz düşünürsünüz ki, iqtisadçılar uğursuz ölkənin uğurlu necə etmək olar bilirlər, bunu bilmirlər. Mənə ən çox verilən sual budur. Azərbaycanı necə uğurlu etmək olur iqtisadçı perspektivdə? Deyirəm, heç cür. İqtisadçılar isə yalnız alətlər verə bilir. Lakin uğurlu ölkənin fundamentində, bönövrəsində onun ideologiyası durur, onun mədəniyyəti durur. İdeologiya biraz kəskin səslənə bilər, ona görə mən mədəniyyət sözünü işlədirəm. İdeologiyanın arxasında isə tarixi, fəlsəfi fikirlər durur. Biz indi Asiya ilə Qərb rastlaşmasını görürük də. Qərb hiperindividualizmə getdi və nəyə gəldiyini gördü. Hiperindividualizm onlara çox yaxşı iqtisadi azadlıqlar verdi, çox yaxşı pul gətirə bildi, iqtisadiyyatını böyüdə bildi. Amma paralelində ailə institutları dağıldı, münasibətləri dağıldı. Hazırda Avropada mən sonuncu statistikanı oxuyurdum. Ölkədən ölkəyə asılı olaraq 25%-dən 50% uşaqlar öz bioloji atalarını belə tanımırlar. Mədəniyyət dağıldı, dəyərlər dağıldı Avropada. Şərq isə eyni müddət son 30-40 ildə biz gördük ki, çox böyük irəliləyişlər əldə etdi, texnoloji irəliləyişlər əldə etdi, innovasiyalar əldə etdi, kasıbçılıqdan çıxa bildi. Amma həmin o şərq ölkələri ki, hansı ki öz fəlsəfi dayağını anlayırdılar. Misal üçün Singapur, Malayziya, İndoneziya, Çin, Vyetnam, Cənubi Koreya. Onlar hamısı Konfusyan fəlsəfəsi altında cəmləşmişdi və o fəlsəfənin üzərinə Qərbdə inkişaf etmiş iqtisadi alətləri saldılar və bunun səviyyəsində inkişaf etdilər. Fərhad bəy, bu bayaq qeyd etdiniz elə innovasiyalar verilişimizə uyğun olaraq da bu ümumiyyətlə innovasiyalar iqtisadiyyatın əsas drayveri ola bilərmi? Sualı ortaya çıxır da. Yəni ki, misal üçün elə ölkələr var ki, orada
yəni ilk baxışdan biz iqtisadçı olmadan, yəni ekspert olmadan baxırıq ki, orada innovasiya olmadan da iqtisadiyyat kifayət qədər yaxşıdır. Elə çox qırağa getməyək. Bir misalı özümüzdən götürək ki, bizdə neft var və neftdə də ciddi bir innovasiya olmadan hal-hazırda, ola bilsin ki, siz mənə düzəliş edərsiniz, iqtisadiyyatımız kifayət qədər pis deyil. Yəni və belə ölkələrdə çoxdur. Yəni misallar var da, misal üçün ərəb ölkələr və s. Bəli, orada da innovasiyalar artıq inkişaf edir. Bunu öz yerinə qoyaq. Amma bu labüddürmü, mütləqdirmi ki, belə deyək də innovasiya iqtisadiyyatı önə aparacaq? Bəlkə elə ölkələr var ki, oraya heç ehtiyac yoxdur innovasiya. Mən düşünürəm, innovasiya yeganə bir şeydir ki, hansı ki, ölkəni harasa aparacaqdır irəli. Qalan təşkil edən bütün struktur hissələr hamısı tükənəndir. Neft tükənəcəkdir, insan resursu limitlidir, kapital limitlidir. İnsan nə qədər işləyəcək, nə qədər onu işlədəcəksiniz. Kapital da sonsuz deyil. Yəni siz pul çap etməklə iqtisadiyyatı inkişaf etdirə bilməyəcəksiniz. Amma Amerika edir də bunu da. Neft və qaz. Amerika, yəni onu əgər biz Amerikanı qeyri-innovativ hesab edirik, onda ümumiyyətlə Silisyum vadisini... Ümumiyyətlə bu verilişimiz diskussiya bağlıdır. Yəni siz dedikcə bir sual yaranır da. Yəni qıraqdan baxan insana, yəni bilənlər qismən bilir ki, Amerika dayanmadan dollar çap edir. Yəni müəyyən problemlər olanda, yəni bu da çıxış yoludur bəlkə. Heç innovasiya olmadan elə belə davam eləsələr bəlkə elə nə bilim 3000-ci ilə qədər normal gedə bilərlər. Yəni mən bu sualı iki hissəyə bölərəm. Birincisi innovasiyaların vacibliyi. Joseph Stiglitz'dir, Nobel mükafatı laureatı. Onun yaxşı bir sözü var. Deyir, iqtisadiyyatı heç nə kəşf etmək lazım deyil. Adam Smith artıq bunun hamısını yazıbdır 18-ci əsrdə. Həqiqətən Adam Smith öz Wealth of Nation millətlərin sərvəti kitabında qeyd etmişdi ki, millətin ən vacib sərvəti onun məhsuldarlığıdır. Və innovasiya olmadan siz heç vaxtları məhsuldar cəmiyyət, məhsuldar kapital əldə etməyəcəksiniz. Birinci sənaye inqilabı, ikinci sənaye inqilabı, üçüncü sənaye inqilabı, indi dördüncü sənaye inqilabını yaşayır. Onların hamısı onun üçün olunmuşdu ki, insanların məhsuldarlığı artsın. Cəmi 100 il öncə 1900-cü ilin əvvəlində əhalinin az qala 90% kənd təsərrüfatı ilə məşğul idi. Və biz cəmi vaxtları 2 milyard insanıyıq. İndi 8 milyarddan çox o, 8,2 milyard. Lakin kənd təsərrüfatı ilə məşğul olan insanların sayı 2%-dir və yenə də hamıya da yemək çatır. Həm bir xeyli azalmışıq iştirak perspektivində, həm də ki, məhsuldarlığımız bir xeyli artıbdır o perspektivdən. ABŞ-ə gələndə bu təəssüf olsun ki, o 2-ci Dünya müharibəsindən sonra yaranan nizamın bir problemi olaraq, Bretton Woods sistemin problemi olaraq bütün dünya dolları ehtiyat valyutası kimi qəbul edibdir və bu ABŞ-yə həddindən artıq böyük səlahiyyətlər vermişdi ki, onlar dollar çap etməklə öz balanslarını qoruya bilirdilər. Yəni, dünyada nə neft satılırsa mütləq və mütləq dollarla satılmalıdır. Və neft də biz anlamalıyıq ki, dünyanın mühərriki var və bu mühərrik üçün yanacaq lazımdır. Yenə kimi bu yanacaq neft və qaz idi. Ona görə bütün dünya müharibələri məhz neft yataqları üzərində, ABŞ İraqa gəldi, bəli, sonra indi İrana göz dikiblər filan. Biz hətta bunu görə bilərik, Osmanlı İmperiyası, hətta Osmanlı İmperiyasından öncə belə Britaniyalılar bütün ərəb alimlərinin arxivlərini əldə alıblar və orada harda neft sözü var, onu araşdırıblar. Və harda neft sözünü tapıblar, həmin ölkələrə necəsə müdaxilə etməyə çalışıb ki, enerji resurslarını özlərində saxlasınlar. Və enerji lazım olacaqdır. Yeganə indi üstünlük nədir? İnnovasiyaların yenə də hesabına biz artıq yeri qazmaqla, təbiəti korlayaraq, yer kürəsini korlayaraq bunu ehtiyac olmadan da əldə edə bilirik və küllü miqdarda əldə edə bilirik. Yəni ki, cəmi günəşdən yerə düşən gündəlik günəş enerjisi 2 saat ərzində bizim bütün bir illik planetin enerji tələbatını ödəyə bilər. Yəni ki, bu qədər pulsuz enerji var. Yəni, kainat Allah bizə göndəribdir. İnnovasiyalar enerji sektorunda çox-çox vacibdir. Yəni ki, Azərbaycanın da nefti qazı qutaracaqdır, aydın məsələdir. Ona görə biz həddindən artıq çoxlu yaşıl energetikə indi fikir veririk və yaşıl energetika innovasiyanın ən böyük sahələrindən biridir hal-hazırda. Burada siz bayaq da bir məqam qeyd etdiniz ki, valideynlərimiz və s. Bu iqtisadi perspektivdən mən baxıram da, Sovet vaxtında sizin də çox güman ki, yadınızdadır, müəyyən bir banklar var idi, bu əmanət bank və s. İnsanlar ora bir
iqtisadçı perspektivindən baxanda bu bir investisiya alətidir də, belə deyək. İnsanlar ora bir investisiya elədilər, amma nəticədə belə deyim də pullarını itirmiş oldular da. İndi burada onda elə çıxır ki, insanın iqtisadi bilikləri kifayət etmir. Bunun üçün ola bilsin ki, innovativ hər hansı bir həllər lazımdır ki, sən bunu analiz edib həqiqətən də buna investisiya etməyə gərəkdirmi və ya gərək deyilmi? Bunu analiz edə bilərsən. Məsəl üçün, Sovet vaxtında belə instrumentlər yox idi, aydın məsələdir. İndi hal-hazırda bu instrumentlər olsa və olsaydı, bu bizə kömək edərdimi ki, bu belə deyim də, yanlış investisiyanın qarşısını almaq? Yoxsa necə düşünürsünüz? Ya bu insanların sadəcə təbiəti belədir. Yəni harda pul görürlərsə, misal üçün 2x qazanma və s. dərhal sadəcə investisiya edirlər. Bütün sözləriniz düzdür. Sadəcə ayrı-ayrı perspektivlərdən yanaşmaq lazımdır onlara. Mənim 2012-ci ildə İqtisadi Dərslər adlı video bloqumu açdım. Məhz o perspektivdən ki, insanlar maariflənsin, iqtisadi prizmada maariflənsin. Siz bizim təhsil sistemimizə baxsaq, ibtidai məktəb, orta məktəb, ali təhsilə baxsaq, son 70 ildə dəyişməyibdir. Necə hələ Sovet hökuməti dövründə zavod və fabrik işçilərini düzəltmək üçün qurulmuş bir sistem idisə, elə də davam edir. Mən misal üçün nə kimi anlaya bilmirəm, niyə görə uşaqlara məktəbdə loqaritmalar keçirirlər. Yəni vurma, çıxma, bölmə cədvəllərini bilsəz, müasir zamanda süni intellekt də hətta bunları tam qapadır. Bunların heç birinə əhəmiyyəti yoxdur bugünkü gündə. Mən onlardan soruşanda, siz onlara iqtisadiyyatın əsaslarını keçirsinizmi? Maliyyə analizlərini keçirsinizmi? Hekayə quruculuğu keçirsinizmi? Satış bacarıqlarını keçirsinizmi? Münasibətləri, kişi-qadın münasibətlərini, ailə münasibətlərinin qurulmasını, insan psixologiyasını, davranışı keçirsinizmi? Niyə görə 16-17 yaşında məktəbi bitirən uşaq həyata heç nə ilə hazır deyil? Və biz düşünürük ki, əgər məktəbdə ya bu dayanırsa, universitetə də daxil olurlar. 4 il bakalavr oxuyurlar orada, 4 il ərzində oxuyurlar. Oradan çıxırlar və yenə də hazırlıqsızdırlar bu dünyaya. Sonra 2 ildə magistr oxuyurlar. Biz 22 yaşına qədər uşaqların vaxtını lazımsız köhnəlmiş ideyalar üzərində qurulmuş bir təhsil sistemi üzərində gedirik. Sonra da gözləyirik ki, onlar innovativ olsunlar. Yəni, məsələn, sizə bir sualım var. Bir balaca mən podkastın formatını dəyişim. Sizin fikrinizcə Azərbaycanın innovativ kapitalı, kapasitəsi necədir? Sizin fikrinizi bilmirəm. Azərbaycan innovativ ölkədirmi, yoxsa yox? Yəni siz digər ölkələrə nisbətən olaraq innovasiya. Mən düşünürəm ki, çünki mən innovasiya sahəsindəyəm, uzun illər startaplar və s. edirəm də, bu sahəyə çox yaxın adam. Potensial olaraq, ölkə olaraq biz çox yüksək səviyyədəyik. Amma reallıqda, yəni belə deyim də, kağızda biz çox yüksəkdəyik, amma reallıqda kifayət qədər çox aşağıdayıq. Çünki belə deyim də, innovasiyanı implement etməyə o qədər də imkanlar yoxdur. Yəni bürokratik müəyyən əngəllər var, bu imkanları ortaya çıxartmaq problemləri var, həm qanuni baxımdan və s. Yəni mən düşünürəm ki, potensial olaraq, yəni insan olaraq, fərd olaraq, kadr olaraq biz çox yüksəkdəyik. Amma reallıqda ortada qoyulanda çox aşağıda. Bu statistikalar da göstərir. Yəni startaplar və innovasiyanın implementasiyası üzrə statistikalar təqdim edilir hər il. Biz keçən il səhv etmirəmsə 90 neçənci yerdə idi belə bir şey. Siz yaxşı bir söz işlətdiniz. Ölkənin, yəni insanların potensialı perspektivindən çox yaxşıdır. Siz o potensialı necə ölçürsünüz? Hansı meyarlar üzrə siz bu qərara gəlmisiniz ki, Azərbaycanlının innovasiya potensialı çox böyükdür? Baxın, mən hansı düşüncədən gəlirəm? Çünki insanlar, elə bir insanlar var ki, ya biz millət olaraq, bizə xas nədir? Yəni biz hər bir məqamdan bir qazanc mənbəsi axtaran bir yanaşmamız var. Yəni istənilən bir Avropa düşüncəli insan hər hansı bir sahədə o qədər qazanc yerlərini görə bilməz. Necə ki biz. Çünki bizdəki müəyyən bu təbiətimiz artıq belədir. Və biz bunu gördüyümüz halda çalışırıq bunu implementasiya edir. Razıyam sizinlə ki, innovativ bunu edirikmi, yoxsa etmirik, bu başqa mövzudur. Amma yəni ki, biz hər bir imkan və ya qazanc yerləri gördüyümüz zaman ondan çox gözəl şərait olaraq istifadə edib ortaya qoymağı bacarırıq. O səbəbdən mən düşünürəm ki, bizim potensialımız yüksəkdir. Maraqlıdır. Mən bir araşdırma oxuyurdum. Əvvəlcə deyim ki, mən ilk öncə Azərbaycan innovasiya potensialı perspektivindən bəlkə çox da optimist deyildim. Mən düşünürüm ki, biz daha main street dediyimiz biznes var da, kənd təsərrüfatıdır, tikintidir, neft, qaz, sənayeləşmə falan istehsal edir. Əsas ön yarğım ondan gəlmişdi ki, Azərbaycanlılar oxumur, kitab oxumur. Əgər bütün dünyada baxsaq, ən böyük prediktor ya da korrelasya fantastika oxuyan
cəmiyyətdir və onlarda innovasiya daha çox olur. Ya bunun çox yaxşı izahı da var, çox gözəl izahı da var. Yəni ki, bu kreativ insanlar həddən artıq çox gələcəyi düşünəndirlər. Onlar o fantastika kitablarını çox oxuyurlar. Mənim ön yarğım hardasa Nigar Köçərli yaradıb ki, həmişə şikayətlənirdi ki, Azərbaycan oxumur. Amma hətta mən dedim ki, o deyir də, yəni Azərbaycanda bütün biznesmenlər deyinir də. Bu normaldır ki, yəni ki, pul çatışmır, pul həmişə çatışmır, bütün biznesmenlər üçün çatışmır. Mən soruşdum Nigar xanımın özündən, dedim ki, sizə fantastika kitabların satış faizi nə qədərdir Azərbaycanda? Və cavab məni təəccübləndirdi. Odur ki, 32% satışların fantastika kitablarıdır. Bu mənim ön yarğılarımı geri çəkdi, dedim. Yəni 132 min ədəd keçən illəri Əlin Yunus şəbəkəsində fantastika kitabı satılıbdır. Amma bir çox üzr istəyirəm, sözünüzü kəsirəm. Fantastika Harry Potter aiddirmi? Çünki yəni biz onu aid etsək, o halda yəni Harry Potter uşaqların ən çox sevdiyi belə deyim də kitabdır deyə, onlar da onun içində getmiş ola bilərmi? Onu sualıyorum. Bu çox yaxşı sualdır öz-özlüyündə. Çünki o statistikanı mənə vermədilər. Mənə də Cəlalə xanımdan da xahiş elədim ki, Librafın statistikasını göndərsin, baxım. Göndərə bilmədilər. Sirdirmi ya da nədirsə etmədilər bunu. Amma hətta uşaqlar Harry Potteri belə oxusalar, Nəlih Məmmədin nağıllarından düşünürəm daha kreativdir də. Yəni ki, bu fantezi baxımından, fantaziyasını inkişaf etdirmək perspektiv baxımından. Mən həmişə iki sütun üzərində innovasiyanı görürəm. Birinci, insanın potensialı olmalıdır. Həqiqətən insanlarda bu innovasiya meyillik olmalıdır. Və bu tərəf mənə sübut etdi ki, var. Həm də ki, 27 illərdə, 28-ci ildə artıq mən bizneslə məşğulam və Azərbaycanlıların bunu yönləmləyini görürəm. Baxmayaraq ki, biz postsovet məkandan çıxmışıq, 90-cı illəri yetərincə çətin idi. Yəni, real olaraq Azərbaycan pullarını 2006-cı ildən sonra qazanmağa başladı. Amma yenə də innovasiya sektoru ümidim artdı. Mən hətta Azərbaycanın 5 ən böyük maliyyə konsalting şirkətlərinin birində çalışıram və öz qrupumuz daxilində əlavə bir komanda yaratdı, hansı ki, startup və innovasiya klasterində xidmət edəcəkdir. Bunu indiyənə kimi heç kim etmirdi ki, çünki heç kim inanmırdı buna. Mən inandım və mən etdim. Niyə görə? Çünki ikinci komponent gəldi. İnnovasiyanın uğurlu inkişaf etməsi üçün bizə mütləq risk kapitalı lazımdır. Çünki innovasiyaların 99% uğursuz olacaqdır, fail olacaqdır. ABŞ niyə görə, misal üçün Avropada müqayisədə qat-qat yaxşıdır innovasiya perspektivi? Çünki onlarda kapital çoxdur və risk kapitalı çox böyükdür. Orada 50 milyon qaldırmaq 95% uğursuz bir layihə üçün çox asandır. Avropada siz heç vaxt bunu edə bilməyəcəksiniz. Ona görə Avropa çox geri qalıbdır. Və bizə bir Çin nümunəsi var, hansı ki, risk kapitalı dövlət tərəfindən verilir, dövlət tərəfindən dəstəklənir. ABŞ-da bu özəl sektordur, çox varlı ölkədir. Çoxlu pullar var, çoxlu çap edilmiş pullar var. Bu dolların çap olunması bir üstünlüğü odur ki, onlar nə qədərsə çap edib innovasiya sektoruna yatıra bilirlər. Çində də plus-minus eyni vəziyyətdir, sadəcə dövlətin rolu böyükdür, dövlət bu pulları ayırır. Bu səbəbdən də Çində də bu inkişaf baş verib innovasiya, amma Avropa qalıbdır. Çünki nə dövlət var, nə özəl var, heç kim risk eləmək istəmir. Çünki onlar belə orta sinif səviyyəsinə gəliblər. Bilirsiniz, o Marksın, Trotskinin cənnətini yaşayırlar da, indi orta sinifdilər, hamısı hər şeydən razıdırlar, kimsə işləmirsə dövlət dəstəkləyəcəkdir, verəcəkdir. Motivasiya yoxdur insanlarda inkişafa doğru. ABŞ-də belə deyil, çünki sən orada işləməsən məhv edəcəkdir səni sistem, iqtisadiyyat. Çində belə deyil, çünki onlar bilirlər ki, onlar kasıblar, uzun müddətli düşünürlər, onlar ABŞ ilə rəqabətdədirlər və bu rəqabətdə daim olaraq çox çalışmalıdırlar. Avropada bu çox çalışma mədəniyyəti yoxdur bu səbəbdən. İndi də Azərbaycan hökuməti səhv etmirəmsə təkcə bu illəri 25 milyon Azərbaycan investisiya şirkəti tərəfindən startaplara ayırıbdır. Bu məni sevindirir ki, o ilkin risk kapitalını verir ki, Azərbaycanda innovativ dəstəyə nəsə olsun. İndi hansı formada ayrılacaq, ayrılmayacaq? Mən bu səbəbdən bu sferəyə daxil oldum, şəxsən özüm ki, mən həm founderləri dəstəkləyək, çünki onlar hələ puxtələşməyiblər liderlər olaraq. Mən onlara böyük bir hörmətim var. Onların enerjisi möhtəşəmdir sadəcə olaraq. Onlarla danışırsan, belə bir atom stansiyasını sənə qoşublar və elektrik verirlər də. Yəni ki, balaca bir kəndi elektrikləşdirə bilərlər də öz enerjisi ilə. Afəram strukturlaşdırmış deyirlər. Onlara biznes strategiyalar lazımdır, biznes planlar lazım falan. Bir istiqamətim odur, startup founderlərini coach edərək onların
düşüncə tərzini biznesə uyğunlaşdırmaqdır. İkinci tərəfdən də dövlət üçün və investorlar üçün onlar ayırdığı pulun düzgün xərclənib xərclənməməsinə baxmaqdır. Çünki biz təəssüflər olsun ki, belə hallarla da rastlaşa bilirik ki, hardakı founderlər deyirlər, Baliyə gedirik təlimə, hansısa bir startup öyrənməyə, amma əslində Baliyə gedirlər keyf eləməyə. Yəni ki, bunlar da olur və bütün bunları təəssüflər olsun ki, hər şeyi nəzarət etmək olmur. Hər şeyi nəzarət etmək istəsəz, onda innovasiya olmayacaqdır və bu balansı qorumaq üçün biz həmin bu körpü rolunu oynamağa çalışıram investorlar tərəfindən, bir də startup founderlər tərəfindən. Çünki hal-hazırda hamısı boş-boşuna gedir. Necə gedirsə gedir, bir strukturlu yanaşma yoxdur. Və görək, bunun nəticəsi nə olacaqdır. Mən inanmağa başlamışam Azərbaycan innovativ insanların potensialına ki, onlar həqiqətən bunu edə bilərlər. Risk kapitalı gəlibdir. Yeganə indi biz o məsələyə gəlirik ki, Azərbaycanda bu fəlsəfə, mədəniyyət, ideologiya nədir, kökündə duracaq. Məsələn, Azərbaycanda milyarder startapçı çıxsa, o Azərbaycanda rahat yaşaya biləcəkmi? Misal, gəlin bəsi şərtlərdən başlayaq. Ferrari sürə biləcəkmi Azərbaycanda? Ferrari artıq var, yollar nisbətən düzəlibdir. Havası yaxşı olacaqmı? O təmiz hava almaq istəyəcəkdir. Öz uşağını yaxşı məktəbə aparmaq istəyəcəkdir. Yaxşı məktəbi var, yoxdurmu? Deyək ki, yaxşı səhiyyə. Tələbləri artacaq. Yəni milyarderin tələbləri də başqadır. Bəli. Həm özünə qarşı tələbləri başqadır. Həm də ki, burada ikinci sual yanaşır ki, onun ölkəyə qarşı hansı tələbləri ola bilər. Və burada çox ehtiyatlı olmaq lazımdır. Çünki biz post-sovet məkanında biz necəsə sovet düşüncəsindən çıxmayaraq varlı insanlara yetərincə pis baxa bilirik. Qısqanclıqla baxa bilirik. İstər məmur səviyyəsində olsun, istər vətəndaş səviyyəsində olsun. Bunu dəyişmək lazımdır. Mən yadımdadır, keçən ilin aprelində hələ bu ərəfələrdə ABŞ-da idim, San Francisco'da idim. Onların San Francisco mərkəzində Union Square vardı, elə bil ki, ən mərkəz yerdədir. Nerede yol aracısında dururdum, gözləyirdim ki, yaşıl ışıq yansın keçim. Çöndürəm belə baxıram, burada Steve Cook durubdu da, yəni Apple-ın CEO-su durubdu düz yanımda və Tim Cook, Steve Jobs deyəcəkdim, Tim Cook yanımda durubdu və belə yanımda da keçir. Yəni ki, heç kim, yəni nə axranlasınız, heç kim yoxdur da, rahat şəkildə 3 trilyon dollarlıq şirkəti idarə edən insan belə rahat gəzə bilir də. Yəni ki, bu tipli insan Azərbaycanda yaşaya bilərmi? Bu tipli insan Azərbaycanda təzyiqlərə məruz qala bilməzmi? Bax, bu mədəniyyəti də qurmalıyıq cəmiyyət olaraq ki, bütün bu startup founderlər burada pul qazanaraq qaçmasınlar Dubaya. Çünki hətta biz Avropadan da bu böyük qaçışı gözləyirik. Amma bunun əks tərəfi var. Siz deyirsiniz ki, startuperlər milyonçu, milyardçı olsunlar, inşallah ki olsunlar. Onlar buradan qaçmasınlar. Amma bizim əks problemimiz var da. Əks problem ondan ibarətdir ki, bu ayrılan pulların böyük bir hissəsi investisiya olaraq yerli startaplara edilmir. Yəni, mən investisiya edən şirkətləri də, VC-ləri də və s. anlayıram. Niyə? Çünki onlar statistikaya baxırlar, sizin balansınıza baxırlar, sizin MRR-ınıza və s. baxırlar ki, yəni gəlir nə qədərdir və s. Əlbəttə ki, Azərbaycanda olan startapın, belə deyim də, göstəriciləri kifayət qədər də yaxşı deyil, amma potensiallı startapdır. Ola bilər çox güman ki, yaxşı ideyası var. Ona görə də VC-lər də əlində olan cüzi bir məbləğ, bayaq siz 25 milyon dediniz bu il ayrılıb. Bundan qabaq ümumiyyətlə məbləğlər 1 milyon və 5 milyon arası idi, çox az idi. Onlar da ona baxırlar, əllərində olan cüzi məbləği yaxın ölkələrdə olan Türkiyədir, Qazaxıstandır, Özbəkistandır, orada daha potensiallı olan startaplara investisiya edirlər və nəticədə elə çıxır ki, yəni ölkədə yaranılan fond ölkədə innovasiya və startapın inkişafına heç bir töhfə vermiş olmur. Burada hər tərəfli anlamaq lazımdır. Əgər hansısa bir Azərbaycan startapı sırf Azərbaycan bazarı üzərində bir produkt yaradırsa, məhsul yaradır, mən bunu dəstəkləmirəm. Azərbaycan bazarı balacadır, insan perspektivi baxımından, yəni sayı baxımından. İkincisi kasıbdır. Yəni Azərbaycanın orta əmək haqqısı o qədər də yüksək deyil. Ona görə nə startap yaradılacaqsa, onun miqyaslama kapasitəsi olmalıdır. Mən nə görürəm adətən? Bəzi bu startup competitionlarda iştirak edirik. Bu yaxınlarda bizim şirkət olaraq özümüz ayrıca bir startup competition edəcək RID-in dəstəyi ilə. Mən onlarda görürəm ki, onlar xarici hansısa bir produktu, məhsul lokallaşdırırlar və adını qoyurlar ki, startup innovasiya. Yəni ki, mən deyirəm, Azərbaycanda nə edirsinizsə edin, yəni ki, böyük pullar olmayacaq. Siz heç vaxt milyonçu olmayacaqsınız, qalmışdı 2 milyarder olacaqsınız da, variant yoxdur. Mən deyirəm, biraz
kənar düşünün də. Niyə görə təkcə Azərbaycanı götürürsünüz? Siz Azərbaycanda işləyərək, oturaraq sizdə prinsipcə vergi perspektivindən bir çox münasib şərtlər verilibdir sizə. Götürün bu produktu xarici bazara anlayın, onların dəyərlərini anlayın. Yəni bütün produktlarınız, bütün məhsullarınız cross mədəniyyət üzərində olmalıdır. Nəinki yalnız Azərbaycan üçün olmalıdır. Ona görə kimsə deyirsə mən Azərbaycan üçün nəsə startap yaradıram, mən deyirəm bunun perspektivi yoxdur. Sən gedib şirkətdə çalışsan, hansısa bir yaxşı şirkətdə çalışsan, ondan çox pul qazanacaqsan. Sadəcə sənin eqon var ki, yox mən öz şirkətimi qurum, mən sahibkar olum. Amma pulla ölçülməlidir də, you're in the business. Yəni ki, sən gedib xeyriyyətçiliklə məşğul deyilsən də, sən pul qazanmaq istəyirsən, əgər başqa yerdən daha yaxşı pul qazana bilirsənsə, orada da fokuslaşmalısan. Deməli, sənin dəyərin o deyil, sənin qatdığın dəyər cəmiyyət üçün o deyil ki, sən pul qazana bilmirsən. Mənim üçün pul dəyərin indikatorudur öz-özlüyündə. Əgər sən pul qazana bilirsənsə, və mən yenə də düzgün yollarla pul qazanmaqdan söhbət gedirəm də, əlbəttə ki, bəli, könlünü şeytana satmaqla qazanılan pullardan getmir də. Yəni ki, əgər cəmiyyət könüllü olaraq sənin məhsuluna bu pulu verirsə və səni varlı edirsə, bu çox Bill Gatesi götürək də, biz hamımız onun milyardlarını saya bilirik. Amma onun ofis proqramları bizə neçə trilyonlarla qazandırıbdır. Müqavilələr imzalamışam, prezentasiyalar hazırlamışam, Excel-də tablolar hazırlamışam və bunu Bill Gates edirdi. Daxil olmusunuz, universitetdə müəyyən diplom almışsınız, yəni hər şey kömək edir. Bəli. Və bunu siz yalnız o milyardlarını görürsünüz, amma cəmiyyətə qazandığı trilyonları görmürsünüz də. Çünki Bill Gates olmasaydı o vaxtlarda, yəni ki, PC, personal computer, ümumi insanlara şamil olunmayacaq. Çünki yalnız proqramçılar işləyirdi. O personal computeri insanlar üçün əlçatan etdi. Çox üzr istəyirəm, sözünüzü kəsdim. Bu iş yerindən danışdıq biz. Ümumiyyətlə, innovasiya iş yerində dağıdıcı və yaradıcı rol oynayır. Yəni, ilk baxışdan mənim baxışım odur ki, innovatorlar hər zaman innovasiya, implementasiya etdiyi zaman şirkətdə yaxşı qəbul olunmur. Çünki biz ümumiyyətlə insan təbiəti elədir ki, biz fərqliliyə, dəyişikliyə, yeniliyə o qədər də açıq deyilik də. Xoşlayırıq ki, stabil hamısı necə varsa getsin. Bu bir yandan dağıdıcı haldır, çünki hamı səni bəyənmir. Amma nəticədə sən bir innovasiya gətirdiyin zaman yaradıcı bir şey ortaya gəlir və bunun əsasında da biznes qazandığını 2x, 3x edə bilər. Amma bunu da sən kiminsə başının üstündən, belə deyim də, keçərək bunu etməlisən. Çünki düşünün ki, hansısa bir komanda var, standart olaraq çox şərti bir şey deyirəm də, kağız üzərində nələrsə edirlər. Sən bir innovasiya gətirsən, hansı ki, kağızdan imtina edilir və düşünün ki, bir qrup insanın, belə deyim də, məvacibinə təsir edir və onu işsiz qoymuş olursunuz. Necə düşünürsünüz? Darwinin çox yaxşı kəlməsi var, hansı ki, insanlar adətən qarışdırır. Hamısı düşünür ki, onun təkəmmül nəzəriyyəsində hamı düşünür ki, güclü olan qalib gəlibdir. Amma Darwin onu deməyibdir. O deyib ki, the most adaptable to the change. Yəni, dəyişikliyə ən tez uyğunlaşan o qalib gəlir. Və bu, həm insan təkəmmülü perspektivindən, həm təşkilatı təkəmmül perspektivindən, həm dövlət təkəmmülü perspektivindən ən vacib şey odur. Görkəmli iqtisadçı Joseph Schumpeter yaxşı bir termin icad etmişdi. Creative destruction. Yaradan dağıdıcı qüvvə. Yəni ki, bütün sənaye inqilabları əslində budur. Biz əgər Lutçular hərəkatına gəlsək, birinci sənaye inqilabı, nə vaxt ki, tikiş aparatları icad olundu və əllə tikənlərin hamısı işsiz qaldı. Yəni ki, onlar başlayırdılar bu aparatları sındırmağa, yandırmağa və Lutçular hərəkatı yarandı. Sonra Ford gəldi, öz konveyer üsulu gəldi, antifordizm hərəkatı yarandı. Sonra Yaponiyada robotlar yaradıldı, robotlara qarşı böyük bir etirazlar olmağa başladı. İnsanlar daim olaraq bundan qorxur, amma biz fundamentdə görürük ki, insanın həyatı yalnız yaxşılaşıbdır bugün texnoloji irəliləyiş üzərində. Əvvəl kənd təsərrüfatında, ağır sənayedə işləyən insanlar indi robotlar qurur, software yazır, data analitikasını edir. Yəni ki, siz həqiqətən əllə işləmək istəyirsinizmi 21-ci əsr 25-ci ilində? Əl əməyi olacaqdır. Xüsusən Azərbaycanda kimi kasıb ölkə üçün bu çox vacibdir də. Kənd təsərrüfatıdır, sürücülər lazımdır falan və böyük bir dəstək və böyük bir hörmətim var hər bir sahə, hər bir əmək fəaliyyətinə. Amma siz əlinizlə pul qazandıqca o limitləşir. Sizin
12, 14, 16 saat işləyə bilərsiniz də, gündə ondan çox işləyə bilməsi. Qanunvericilik ümumiyyətlə 8 saatdan çox icazə vermir. Yatmalısınız, yeməlisiniz, öz həyatınıza, ailənizə vaxtınız olmalıdır. Ona görə biz belə bir sistem qurmalıyıq ki, hətta biz yatanda belə bu işləsin və pul gətirsin iqtisadiyyata. İqtisadçının və iqtisadiyyatın bir nömrəli vəzifəsi bu rifah piroqunu böyütməkdir. Yəni, çoxlu pul olsun. Onun bölüşdürülməsi kimə necə çatacaq, bu artıq ikinci məsələdir. Bu heç iqtisadiyyat məsələsi deyil. Ona görə iqtisadçıların fokusu artımdır, growth. Onun üzərində fokuslaşmaqdır. Ona görə hər bir şey onun üzərindən məsləhətlər verilir. Biz ümumiyyətlə necə düşünürsünüz? Azərbaycanda iqtisadiyyatın inkişafı üçün innovativ sahələrin ən perspektivlisi hansıdır? Yəni hansı sahələr ola bilər? Ya bizdə zaten çoxlu sahələr o qədər də inkişaf etməyib. Biz reallığa baxda dediyimiz kimi, yəni daha doğrusu inkişaf edən sahələr çoxdur. Amma yəni yan-yana qoyanda aralarında çox böyük uçurum var. Yəni misal üçün neft-qaz sektoru o qədər inkişaf edib ki, yanında olan digər sahələr həddən artıq çox kiçik görsənir. Siz potensial harda görürsünüz? Mən düşünmürəm ki, neft-qaz sektoru yaxşı inkişaf edibdir. Biz əksərən neft-qazımızı satırıq xammal şəklində, burada emal etmirik. Emal olunanda Heydər Əliyev qaz emalı zavodudur, hansı ki, Sovetlər hökumətində tikilibdir, bir balaca rekonstruksiyadan keçirilibdir. Və deyim ki, orada hətta Avropa standartlarına uyğun benzin hazırlaya bilirlər, eləyə bilmirlər. Bizim enerji sektorunda innovasiyalarımız yüksək ola bilər. Niyə görə? Çünki biz artıq yaşıl enerji keçiddə dünyanın ən uğurlu nümunələrindən istifadə edib onları gətirmişik bura. Yəni, Masdar olsun, o Səudi Ərəbistan SCWA şirkəti idi, səhv etmə, onlar olsun, BP olsun, ya indi Çin hökuməti ilə danışıqlar aparılır və bütün bu istiqamətdə onlar ən innovativdirlər. Orada enerji sektoru innovasiya çox olacaq. Neft-qazdan sözünü açıq əlimi üzmüşəm öz-özlüyündə. Çünki get-gedə azalacaq və bitəcəkdir. Ona görə bizə alternativlər lazımdır. Mən harda düşünürəm ki, Azərbaycanın innovasiya sektoru daha irəli gedə bilərdi. Yavaş-yavaş iqtisadiyyata töhfə verir. Hardakı irəli işlər görməyə başlayırıq, amma hələ çox getmək lazım. Bu da kənd təsərrüfatıdır. Bizdə kənd təsərrüfatı daha çox sosial yönümlüdür. Biz həddən artıq çox insan işlətməklə kənd təsərrüfatı sistemlərini qururduq. Lakin müasir aqroparklar, hansı ki, Qarabağda salınır, hal-hazırda orada işçi sayı demək olar ki, yoxdur. Hamısı avtomatlaşdırılmış, robotlanmış AI sistemlər üzərində gedibdir. Biz bir şey unutmamalıyıq ki, bütün iqtisadi tərəqqi, bütün innovasiyalar sonunda insanın həyatını rahatlamaq üçün olmalıdır. Yəni ki, insanlar bu dünyada olmazsa, artıq iqtisadiyyat heç kimə lazım deyil. Ona görə bu post-apokaliptik senarilərə ki, terminatorlar gələcəkdir, bizə maşınlardan dava olacaqdır, onlar bizi məhv edəcəklər. Okey, etdilər, sonra nə olacaqdır da? Yəni ki, əgər insan həyatı yoxdursa, nə üçün mübarizə aparacaqlar? Kimə işləyəcəklər? Yəni kimə yaxşılaşdıracaqlar? Kimə lazımdır da bu dünya? Robotlara düşünmürəm ki, bu dünya çox lazımdır. Ona görə hər bir innovasiya, hər bir yeni bir məhsul həmişə və hər zaman prioritetdə insanların həyatını rahatlamağa yönəlməlidir. Və buna nəzər salsa, insanlar həmişə yedizdirmək lazım olacaqdır. Yəni ki, dünya nə olursa olsun, nə qədər innovativ olursa olsun, sən milyarderi ol, sən pomidoru, xiyarı, arpavı yeyəcəksən də onsuz da. Azərbaycan bu istiqamətdə potensialı çoxdur. Fintechdə də istərdim ki, biraz çoxalsın, amma bir həddən çox böyük regulativ faktorlar var orada. Misal üçün Visa, Mastercard və filanlar öz etibarsızlığını göstərdi. Bir balaca sanksiyalar olan kimi, bir balaca dünya intizamı dəyişən kimi onlar çıxırlar ölkələrdən. Ona görə düşünürəm, ölkənin özünün həm elektron pulu olmalıdır, həm də ki, öz ödəniş sistemi olmalıdır və fundamentdə banklardan asılılıq az olmalıdır. Biz hər şeyi bağlamışıq banklara. Mən sizə pul göndərmək istəyirəmsə, mütləq bank oradan qazanacaqdır. Yəni, niyə görə sualı var? Bütün bunlar olmamalıdır. Mən fintechin də pozitivliyə doğru və müstəqilliyə doğru dəyişməsini əlbəttə ki, çox istərdim. Mərkəzi Bankın yeni rəhbərliyi buna açıqdır. Amma yenə də anlayıram ki, çətin prosesdir. Elektron pula keçid, bankirlərin lobbisi çox güclüdür. Biz deyək ki, blockchain yaratdı, elektromanat yaratdı Mərkəzi Bank və dedi ki, mən artıq birbaşa sizə pulu köçürə bilərəm. Banka ehtiyac yoxdur. Nə dərəcədə buna cəsarətləri çatacaqdır bank lobbisinə qarşı getməyə, bu maraqlı sualdır.
ənənəvi sektora mən gəlmək istəyirəm. Ənənəvi bizneslərdə, yəni innovasiya implement edə biləcəyiniz sahələr var. Biz bunu gözəl bilirik. Necə etmək olar? Amma ənənəvi bizneslər var da. Misal şərti olaraq həyətimizdə o biz Azərbaycan rus dilində bir adı var da, avaşnoy deyirik də, yəni aşağıda satıcı olan bir şəxs və ya geyim mağazası olan bir şəxs, ənənəvi biznesi olan insan bu innovativ dövrdə iqtisadiyyata necə töhfə verə bilər? Ümumiyyətlə necə qazana bilər? Çünki yəni onların belə deyim də hər hansı bir geyim satırsa artıq elektron kommersiya saytları o qədər inkişaf edib ki, onların zaten gəlirləri qismən aşağı düşür və artıq bir neçə ildən sonra bəlkə də 3-4-5 ilə artıq onlar olmayacaq artıq o mağazalar. Yəni onlar nə etsinlər? Mən düşünürəm digitallaşma bütün bizneslər üçün çox vacibdir. Data analitika bütün bizneslər üçün çox vacibdir. Mən şəxsən bir çox orta və böyük iri sahibkarlarla bu müstəvidə konsultasiya xidmətləri göstərirəm. Ümumiyyətlə onların özlərinə yaxınlaşanda və soruşanda, məsəl üçün sizin ən uğurlu produktunuz hansıdır? O suala cavab verə bilmirəm. Ən çox satılan produkt hansıdır? Bu suala cavab vermirlər. ABC kateqorizasiya deyirik də, A kateqoriyalı məhsullar hansılardır? Onu cavab verə bilmirlər. Çünki data yoxdur. Data əslində var. Sadəcə data analitikası yoxdur. Onlar 90-cı illərin əvvəlindən başlayıblar. Çox böyük bizneslər qurublar. 15, 20, 30, 40 milyon qədər dövriyyələri var. Amma mən deyirəm, sizin əlinizin altında var. Bugün sizdə nə baş verir şirkətdə də dashboard deyirik də, biz varmı? O da yoxmu? Mən deyirəm, ən azından bundan başlayın da. Yəni ki, öz performans indikatorlarınızı səmərəli göstəricilər öz telefonunuza eləyin ki, və bu gündəlik update olsun. Siz daim olaraq görəsiniz, kimisə nə qədər borcu var, sizin kimi nə qədər borcunuz var, nə qədər bu gün mal satıldı, nə qədər satılmadı. Hansı satış aşağı gedir, hansı yuxarı gedir. Və mən bütün girirəm şirkətlərin içinə, bu analitikanı çıxarıram, qoyuram. Bir dənə belə bir şirkətimiz var idi. 7 dənə biznes line var da, 7 müxtəlif istiqamətdə işləyir. Və hər bir bu biznes line içində onlarla bəzi hallarda yüzlərlə nomenklatura tovar var. Mən analiz elədim ki, bütün bu 7 line-ın bütün hamısından yalnız bir məhsul 78% gəliri verir. Bir məhsul. Mən deyirəm, siz özünüzü niyə görə dağıdırsınız o qədər? Elə bir məhsulu satsaz, onları bağlayın, siz qat-qat daha çox pul qazanacaqsınız da öz özlüyünüzdə. Yəni ki, bu main street bizneslərin əsas fəaliyyəti data ilə işləyə bilməməsidir, digitallaşma prosesinə keçmək. ERP sistemləri yoxdur da, 30 milyonlu bir şirkətdir, bir C-də mühasibatlıq aparır da, 1S dediyimiz softverdə. Ən yaxşı halda onu aparırlar, o da outsource kimsə gəlin onları. Bəs deyirəm, sizin management reportinginiz haradadır? Sizə vacib olan məlumatlar, sizə kimsə gəlir cash gətirir onlara, onlar düşünürlər ki, bu budur da, yəni ki, amma bunun arxasında nə dur? Bəlkə kiminsə borcunu ödəməyibdir, bəlkə vergisini ödəməyibdir. Sonra 3 ildən sonra vergilər gəlir, deyir ki, burada siz vergiləri ödəməmisiniz. O da sahibkar da deyir ki, necə oldu ki, mənim heç xəbərim yoxdur. Mən axı pul gəlibdir, mən elə bildim ki, ödənilibdir. Və ödənilməyən vergilər, ödənilməyən maaşlar, ödənilməyən kreditorlar borcu hesabına onlara pullar gəlir. Onlar düşünürlər ki, hər şey yaxşıdır, çünki cash gəlir mənə dividend formasında. Amma sonra da 3 ildən sonra yoxlama gələndə ya da ki, hansısa bir işçilərlə problem, yəni işçilər getməyə başlayanda ki, maaşlar vaxtında verilmir, ya da ki, müştərilər getməyə başlayanda ki, sən servis xidmətin düzgün deyil, müştərilərin kobud danışır mənlə, o zaman ayılmağa başlayırlar ki, mən bunu gələ əvvəlcədən qurardım. Buna görə corporate governance dediyimizdə korporativ idarə etmə sisteminin qurulması sırf digitallaşma və innovasiya produktları üzərindən getməlidir. Ona istiqamətlənməlidir bizim main street bizneslər. Aydındır. Burada bir maraqlı bir case var, belə deyək də. Bu OpenAI şirkəti haqqında danışmaq istəyərdim. Bu ChatGPT təqdim edən şirkət. Onların iqtisadi göstəricilərinə görə onlar mənfiyə işləyirlər. Yəni onlar hal-hazırda qazana bilmirlər. Amma inanılmaz dövriyyələri var. İnanılmaz dövriyyəyə baxmayaraq da bir 10 qat daha çox mənfiyə gedirlər. Yəni xərcləri daha çoxdur. Ya burada belə bir sual yaranır da, bu biznes nə qədər irəli gedə bilər ki? Yəni burada belədir ki, yəni biznes ancaq mənfiyə işləyir. Bugün misal üçün 10 milyon borcu var, sabah 15 milyon, get-gedə artır. Ya bu nəticədə gəlib iflas olmağa gətirib çıxardacaqmı? Yoxsa dövriyyədə olan o pul dövriyyəsi o dərəcədə vacibdir ki, investorları ondan əl çəkə bilmirlər. Ya bu çox belə maraqlı bir mövzudur. Yəni burada həm mənfi tərəfi var, həm müsbət. Bununla bağlı fikriniz var mı?
Bax, ABŞ-nin fond birjası öz-özlüyündə tamamilə iqtisadi qanunlara uyğun olmayan formada inkişaf etməyə başlayıbdır. Sən dot-com bubble-ından sonra 1999-cu ildən sonra onlar həddindən çox fikri potensiala yönəldiblər, nəinki reallığa yönəldiblər. Biz burada hardasa Warren Buffett-in mindsetini götürürük və digər investorların mindsetini götürürük. Warren Buffett həmişə deyir ki, mən yalnız o şirkətə pul ayırıram ki, harda ki zavod var arxasında, fabrik var arxasında, dividend var, ödəyir, uzun illərdir işləyir. Yəni ki, nəsə bir fundamental məhsul. Warren Buffett heç bir texnoloji şirkətə pul yatırmır Apple-dan başqa, onu da satıbdır artıq. Onu da satıb çıxıb da. Onunki mebel mağazalarıdır, BYD-yə yatırım yatıbdır. Çünki görüb ki, Manhattan boyda bir zavodları var, vizyon var, mən nə bilim, mebel satış şəbəkələrindən pul ayırırdı. Belə də hard asset olan, satışı olan və dividend ödəyən bir şirkətlər. Dəqiq Amerikadakı bu, həddən artıq bu lazımsız pul çapı o qədər rahatlaşıb ki, o qədər bu çap olunmuş dollarlar var ki, bunu çox sevdiyim bir iqtisadçı var, Ludwig von Mises, mal investment yaradırdı, pis investisiyalar yaradırdı. Bu ki çox ucuzdur, dot-com bubble-ından sonra faiz dərəcələri 1-2%-ə düşdü. O qədər pul çap etdilər, verdilər ki, bazara. Yəni, bu pullar əsas almaq lazım. Ona görə onlar bütün əsətləri şirtdilər. Sən də texnologiya şirkətlərinin əsətlərini şirtdilər. Tesla'nın əsətləri öz-özlüyündə şişdi və bütün bu AI xüsusən indi yeni bir bubble yaranmış kimi görsənə bilər. Həddin artıq çox expectation, gözləntilər həddin artıq çox böyükdür. Ola bilsin ki, bubble da ola bilsin ki, olmayacaq. Amma yenə ona gəlirik ki, ABŞ bazarı risk kapitalı çoxdur orada. Onlar uğursuzluğa gedirlər, çünki dollar çoxdur həddindən artıq, onlar geri risk edə bilirlər. Bunun sayəsində qabağa da gedirlər, bunun sayəsində də bütün dünyanı böhranlara salırlar. Ona görə belə 10-15 illikdən bir sikla giririk. Çox yaxşı gedir, yaxşı dadan, sonra negativ bus cycle gəlir. Sonra yenə də boom sikli gedir, sonra bus cycle gedir. Və bu hamısı ABŞ-nin maliyyə sisteminin qurduğu bir zəncirə görədir. Onlar üçün yaxşıdır, bütün dünya üçün çox da yaxşı deyil. Sonuncu sualı vermək istəyərdim, artıq vaxtınız çox təəssüf ki, bitir. Deməli, bu innovasiyanın dayanmadan inkişaf edən dövründə bizneslər hansı cür addımlar atmalıdır və hansı səhvləri buraxmamalıdır? Çünki innovasiya hər gün yenilənir, hər gün dəyişir. Bizneslarda bizdə təəssüf ki, hər hansı bir biznes bir innovasiyanı implementasiya etmək üçün, qərar vermək üçün və onu reallığa çevirmək üçün ən azı bir 6 ay, 1 il vaxt çəkir. Bu halda sizcə bizneslər hansı addımları etməlidirlər ki, səhv addım olmasın? Mən düşünürəm Azərbaycan biznes ən fundamental, ən böyük problemi innovasiyada biz dediyimiz o fail culture, uğursuzluq mədəniyyətinin olmamasıdır. Onlar kiçik, balaca bir uğursuzluğa görə həddindən artıq çox böyük şiddətli töhmətlər verirlər, işçiləri işdən azad edirlər. İnnovasiya hər zaman və hər zaman eksperimentlərin nəticəsində irəli gələn bir yeni məhsuldur, hansı ki, hər şey dəyişir biznes üçün. Və eksperimentlərin böyük əksəriyyəti uğursuz olur. Onlar bu ilə barışmalıdırlar. Məsəl üçün, Amazonda onların hər ayda biz town hall deyirik də, yəni bütün şirkəti yığır, ali rəhbərliyi onların qarşısında çıxış edir. Amazon hər ay hər hansı bir vitse-prezidenti ya da prezidenti bütün insanlar qarşısında bu aydakı uğursuzluqları barədə danışır və bu uğursuzluqdan nə öyrənibdir onu danışır. Çünki innovativ şirkətdə eksperiment etmək mədəniyyəti olmalıdır. Uğursuzluğa dözümlük mədəniyyəti olmalıdır. Amma bizim liderlər təəssüf olsun ki, bir tərəfdən egolarından bu öz pulunu itirmək qorxularından mı, etibar və etimad göstərmədiyinə görə işçilərinə düşünür ki, onlar qəsdən eləyirlər ki, onun biznesinə pis olsun, dağıtsınlar. Bax, bundan keçmək lazımdır. Amma bizim belə komfortumuz varmı ki, yəni mən sizinlə tam razıyam da, bu belə deyim də, bu startup mindsetidir, innovasiya mindsetidir ki, sən səhv edirsən, belə deyim də, 10 səhv bir düzə bərabərdir və nəticədə gözəl məhsul çıxardırsa. Amma bizim belə bir komfortumuz varmı ki, zaten biz innovasiyada, startupda, belə deyim də, digər ölkələrdə müəyyən qədər geridəyik. Bizim belə bir komfortumuz varmı ki, bunu etmək? Yoxsa yəni biz istənilən halda göz yummalıyıq ki, ortada gözəl bir nəticə çıxacaq ortaya? Startupla oturmuş bizneslər arasında fundamental fərq odur ki, startuplarda bu destructive innovation, həddindən artıq böyük bir innovasiya var, onlar üzərində işləyir. Amma hər bir şirkətin ən azından o incremental innovation dediyimiz hissə innovasiya, kiçik innovasiya. Çünki sən heç vaxt bir yerdə dura bilməzsən. Yəni ki, səni rəqiblərin gəlib məhv edəcəkdir, əgər sən yerində dursan.
Hətta böyük şirkətlərin biri belə də onlarda heç o bu incremental innovasiya, birdən-birə bütün şirkəti dəyişmək olmasa Balanslı da belə. şəkildə. Balanslı şəkildə, kiçik şəkildə yavaş-yavaş innovasiyalar doğru getmək lazımdır və innovasiyanın başqa yolu yoxdur. Fail culture-dan başqa heç bir yolu yoxdur. Yəni, ən azından indi kimi aşkar etməmişik. Hər hansı bir Azərbaycanlı biznesmen aşkar etsə, paylaşa bilər onun metodunu. İnsanlara imkan yaratmaq lazımdır ki, dənəsinlər, səhv etsinlər, öyrənsinlər və yenə də dənəsinlər və uğursuzluqdan, çoxlu uğursuzluqdan çox uğurlu bir məhsul alır. Və ən son sualı bunu qeyd edim ki, biz hər hansı bir ölkənin belə deyim də etdiyinə baxıb özümüz də onu etməyə gərəkdirmi? Yəni best practice-də deyək, misal üçün hansısa ölkəni siz bayaq özünüz də verilişin əvvəlində qeyd etdiniz ki, Amerika ipotek fondunu analiz edib Azərbaycana uyğun olaraq onu qeyd etdiniz. İndi bunu yenə də nə dərəcədə düzgündür etmək? Çünki bilirik, yəni bizdə insan təbiəti fərqlidir, bizim düşüncə tərzimiz fərqlidir, təbiətimiz, adət-ənənələrimiz fərqlidir. Yəni biz xaricin hansısa ölkələrinə və ya bizə yaxın olan ölkələrə baxıb etməyimiz düzgündürmü? Yoxsa sırf olaraq millətin adət-ənənələrinə fokuslanaraq nəsə innovasiya gətirməliyik? Mən düşünürəm ki, mütləq həmişə daxili mədəniyyətə fokuslaşmaq lazımdır və sizə uyğun mədəniyyətlərdən nümunə götürmək lazımdır. Biz həddən artıq çox Avropaya oxşamağa çalışmışıq və bizim vergi məcəlləmiz, əmək məcəlləmiz, qanunvericimiz hamısı Avropa stilində yazılıbdır. Amma biz Avropaya baxanda onlar kimi olmaq istəyirikmi? Yəni ki, istər ailə modeli baxımından, istər innovasiya baxımından, istər iqtisadiyyat baxımından, yəni ki, çox zəifliyib, çox geridə qalıbdır son 30 ildə. Lakin biz son 30 ildə Avropanı özümüzə model seçmişdik, onlardakı kimi olmağımızı istəyirdik. Amma indi görürük ki, prezidentimiz də keçən həftə Çində o səfərdə oldu. O modelin bizə daha uyğun olub olmadığını da anlamaq lazımdır. Mən o görürəm, hər bir şeyi milli mənəviyyatımızı, milli mədəniyyətimizi anlamaqdan başlayır. Bizim Azərbaycanlı olduğumuz kimliyi bəlli olmalıdır. Biz qərbik, yoxsa şərqik? Bizim fəlsəfəmiz Konfusyan fəlsəfəsinə yaxındır, yoxsa John Locke fəlsəfəsinə yaxındır, hiperindividualizmə yaxındır. Onu anlayandan sonra artıq lazım olan nümunələrdən, bizim mədəniyyətə uyğun nümunələrdən gətirmək lazım. Çünki sənin mədəniyyətinə zid olan ideyalar yaşamayacaqdır sadəcə olaraq, sadəcə yaşamayacaqdır. Bunu anlamaq vacibdir. Şirkət sizə hardansa bir best practice götürürsünüzsə, görün həmin best practice götürdüyün şirkət sizin mədəniyyətə, sizin dəyərlərə, sizin idarə etmə stilinə uyğundurmu, yoxsa yox? Uyğun deyilsə, çox güman ki, faydalı olmayacaqdır. Təşəkkür edirəm Fərhad bəy, gəldiyinizə görə çox maraqlı görüş oldu. İnnovator podkastının növbəti verilişlərində görüşənədək dostlar.